Təəssüflər olsun ki, bugün ölkəmizdə hər bir vəzifəli şəxs üzərinə düşən vəzifəniz vicdanla, namusla yerinə yetirmir. Vicdanlı, namuslu məmurlar var, xalqı düşünür, vəzifəsini vicdanla yerinə yetirmək istəyir və bunun fonunda təəssüflər olsun ki, xeylisi də var ki, onlar ancaq və ancaq cibini düşünür, özünün kreslosunu düşünür ki, kreslosunu saxlasın və o kreslodan istifadə etməklə varlı dövlətini daha da artırsın və onlar Azərbaycanın siyasətindən, Azərbaycanın dövlət qurumlarından silinməlidir, təmizlənməlidir. Seçicilərlə görüşürəm, o şikayətçilər partiyada gəlirlər, biz onlarla təmasda oluruq, onları müxtəlif dövlət orqanlarına yönləndiririk və görürük ki, problemləri bitmir. Onlar yenə də oradan əliboş qayıdırlar və biz artıq o dövlət orqanları ilə işləyə əmin olmuşuq ki, hansı dövlət məmuru düz işləyir, hansı düz işləmir. Hər bir kənd üzərinə düşən vəzifəni doğru dürüst yerinə yetirməlidir ki, insanlar normal yaşasınlar, insanlara dövlət tərəfindən verilən xidmətləri onlara əlçatan etsinlər, onları incitməsinlər, onlar öz vəzifə borclarını da yerinə yetirəndə insanlardan rüşvət istəməsinlər. Azərbaycanın bütün dövlət qurumlarında işçilər üzərində ciddi sosial təzyiq var. Ona görə də bir çoxları ürək xəstəliyinə tutulur. İnsanlara öz bacarığında potensiallaşmaq üçün sərbəstlik verilmir. Təşəbbüs göstərəni cəzalandırırlar. Bir işçi əzilirsə, potensialını aşkara çıxara bilmirsə, rəhbərin qabağında ancaq əyilməlidirsə, qaçıb gizlənməlidirsə, sözünü deməyə qorxmalıdırsa, sözümü deyəcəm və məni qovacaqlar, çıxardacaqlar, onda heç bir potensial açılmayacaq və heç kim də öz potensialını ortaya qoyub canı dildən işləməyəcək. Uşaq doğulandan 18 yaşına qədər uşaq pulunun verilməsi bir mənalı olaraq. Bu, dövlət üçün böyük bir sosial yükə çevrilə bilər, təbii ki. Əgər bu mərhələlər üzrə həyata keçirilsə, burada problem olmaz. Birinci növbədə mən düşünürəm ki, 4 uşaqlı ailələrə, növbəti ildə 3 uşaqlı ailələrə şamil etmək olar. 1 yaşından 3 yaşına kimi uşaqların yeməklərini dövlət hesabına ödəmək olar və bu mərhələlərlə dövlətin imkanları, büdcə imkanları daxilində hər il kiçik bir nəsə edib ailələri sakitləşdirmək olar. Çünki bugün biz ailələrdə də oluruq, insanların dolanmaq üçün imkanları çox zəifdir. Prezident fərman imzalayıb ki, sənədsiz evlər sənədləşdirilsin. Sənədsiz ev o deməkdir ki, insan evini girov qoyub bankdan pul götürə bilmir, evini sata bilmir, vərəsəli götürə bilmir və artıq 10 ildən çox vaxt keçib ciddi bir addım atılmayıb hələ. Ölkəmiz gözəl bir ölkədir, gözəl insanlarımız var, gözəl vətəndaşlarımız var, gözəl dövlətimiz var. Azərbaycan torpaqlarını azad edə bilib, Azərbaycanın güclü ordusu var, Azərbaycanın da güclü birlik var. Azərbaycan artıq öz haqqını yerli və regional və beynəlxalq platformalarda tam olaraq müdafiə edə bilir. Biz də partiya bunu hər zaman dəstəklədik və insanlarımız da istəyir ki, bu cür qüdrətli, varlı, əzəmətli bir dövlətin vətəndaşları da gözəl yaşasınlar.